Sərt və rezin kimi olan aladjiləri birdəfəlik unudun. Bu videoda sizə qabardıqca qabaran yumşaq topbuş kimi aladjilərin sirrini açıqlayacağam. Bu aladjilər həm səhər yeməyi üçün, həm də çay süfrələriniz üçün ideal bir seçim olacaq. Gəlin başlayaq. Dərin bir qaba yumurtaları, şəkər tozu, vanil və bir çimdik duzu əlavə edib mikserlə şəkər tam həll olunana qədər qarışdırırıq. Daha sonra üzərinə ilıq südü əlavə edib yenidən qarışdırırıq. Süd əvəzinə qatıqdan da istifadə etmək olar. Manna yarmasını isə bura hissə-hissə əlavə edirik ki, içində düyünlər qalmasın. Baxın dostlar, xəmirin teksturası məsələ belə olmalıdır. Qaşıqdan ağır şəkildə süzülməlidir. Üzərini örtüb 15 dəqiqə saxlayıram ki, manna şişsin. İndi isə əsas sir məhz bundan ibarətdir. Sodanın ən sonda əlavə olunmasında. Sodanı limon suyu ilə söndürüb əlavə edirəm ki, xəmirə acılıq verməsin. Əgər siz südlə yox, qatıqla hazırlayırsınızsa aladjiləri, onda sodanı söndürmək lazım deyil. Çünki qatığın turşuluğu sodanı onsuz da söndürəcək. Və əlbəttə ki, yaxşı olardı ki, turşumuş qatıqdan istifadə edəsiz. Qızmar duru yağda aladjiləri hər iki tərəfli qızardıram. Qapağını bağlayıram ki, içi yaxşı bişsin. Bir tərəfi qızardıqda, digər tərəfini qızardanda artıq qapağını bağlamağa ehtiyac qalmır. Hazır aladjiləri kağız salfet üzərinə qoyuram. Və budur dostlar, görün necə gözəl aladjilər alındı. Bu aladjiləri xama ilə, balla, mürəbbə ilə, cemlə servis edə bilərsiniz. Mən isə cemlə daha çox sevirəm. Mütləq bu resepti sınaqdan keçirin, dadından doymayacaqsınız. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basıb kanalıma da abunə olmağı unutmayın. Gələn videolarımda görüşənədək inşallah hələlik.